Biz deyiləcək. Deməli, hər kəs salamlayıram. Bu günlərim, deməli, ümumi çempionumuzu təbrik edirəm. Çox sağ olun. Halal olsun. Alqışlaman vaxtıdır. Sağ olun. Deməli, ümumi gətirək, bizim deməli, 4 qızıl medalımız var, 1 gümüş, 2 bürünc medal. Yəni, Avropada mən bildiyimə birinci dəfədir ki, bir-birə medal götürür. Düz deyil. Biz nə deyildik ki, bir neçə ildən sonra, üstündə 1 il keçib də hələ ki, 1 iliyə tamam olmuyor. 1 il keçib, demək olar ki, biz bu nailiyyətə əldən. Bugünkü görüşlə bağlı fikirlərini öyrənmək istəyirəm ki, bax, necə hisslər keçirdin. Çünki o, həmən Ukraynalı idmançı 2 qat dünya çempionu. Hətta məndə onun bir videosu var, onunla bir yəqin ki, atacam mən ora. O qız gəlib bunların finalına baxıb, mən onu da çox oğlanlara məsləhət görürəm, o videonu mütləq qoyacam, onu yadımıza salım qoyacam. O orada saçın yolub ağlayırdı. Ora prosto gəlib, bunlar Azminke'nin saçın yolub ağlayırdı, onun xarakteri mənə belə bilsən, belə məyusə, qızda olan xarakterə baxışı. Gəlib oturub orada saçın yolub ağlayırdı, bunlar zəhəringə çıxar. Bax, indi o 2 qat dünya çempionudur, düzdür, sən də özün də belə, elə prosto adam deyilsən, dünya çempionusan və Avropa çempionu. Söz səndə. Necə hisslər idi? Yəni ki, necə deyək ki, bax o keçməyin barədə bir də maraqlısıdır, o trigonika haqqında da bir demək lazım ki, sənin öz trigonika var. Həm özünü düşürsən, həm özünü trigonika salırsan. Buyur. Yarışdan əvvəl udacağımı bilirdim, çünki çempionlar həmişə hiss eləyir. Yuxumda da görmüşdüm. Bu gecə yuxuda görmüşdün. Maşallah halaldır. Belə. Müəllimə deməmişdin yuxuda gördüyü deməmişdin? Demişdim. Demişdim, müəllimin gözü çıxsın. Bizə demək. O trigonik də, o artıq mənim trigonikimdir. Bu mənə aid olan bir şeydir. Bəli, bəli, sənə aid olan. Belə. Belə indi nə hisslər keçirirsən? Yəni bir dünya və Avropa çempionu kimi. Çox xoşbəxtəm. Çox xoşbəxtəm. Döyüşünü kimə həsr eləmisən? Orada dedin. Desən anana. Bugün bacımın adı günüsündə ona. Bacısına təbrik eləyək bacısını da buradan. Qallıqçılarla. Aldı. Təbriklər. İnşallah qarşıda sən dünya çempionatına. Çox yaxşı hazır gedirsən, bu çəkində dəyişmirsən, bu çəkində gedirsən. Ha, o bilsin ki, müəllimin dedi, belə bir məsələ var ki, onu da düşünmək lazım ki, 56 kiloqramda. Yəni ki, lazım olsa, o da maraqlı olar. Əla olar. Uğurlar sənə. Verirəm sözü 2-ci Avropa. Yəni ki, bizim bir neçə Avropa mükafatçılarımız, çempionlarımız var. Bir neçəsi gediblər Azərbaycandadır. Biri buradadır, Əli. Əli sənə rahatlısa, Əli rus dilində danışa bilərsən, Azərbaycan dilində. Biz çalışacaq ki, Əlini Azərbaycan dilində də öyrədək ki, danışmağa. Bu söz səndə, neçə döyüş keçdi, necə maraqlı idi sənə ki, sən IMAF-da birinci dəfə idin. Birinci dəfə nə hisslər keçirdin? Симафа я первый раз пришел, 4 боя провел, все 4 боя были сложные. Рад, организация понравилась мне. Еще раз приеду на чемпионат мира и выиграю. Да. 18 раз по голове выбить. Все, поздравляем тебя тоже. Bir də istəyirəm, burada məşqçilər heyəti də var. Məşqçilərdən də bir müsahibə almaq istəyirəm. Məşqçilərdən, deməli, birinci biri Ruslan müəllim, deməli, bizim çempionun, deməli ki, müəllimidir. Nərmin balanın, Nərmin də, balalıqdan çıxıb, o balacıydı. O da var. Avropa dünya çempionu, həqiqətən də Azərbaycanda, yəni ki, bu nailiyyətdə, yəni həm dünya çempionu, həm Avropa çempionu yoxdur, bizə gənclərdən. Mən onu təbrik edirəm, bir daha sənə təbrik edirəm. Bu söz səndə. Sənin fikirlərini almaq istəyirəm ki, bax necə, bilirəm ki, döyüşdən qabaq narahat edim. Doğrudan da çox narahat idim, amma həqiqətən də sevincimin həddi-hüddü yoxdur. Onu siz də bilirsiniz. Çox narahat idim, həyəcanlı idim. Mən çalışdığım qədər həyəcan bildirmirəm Nərminə. Amma çox həyəcanlı idim. Halal olsun, əhsən. Vallahi, həqiqətən də halal olsun. İdmanda qalsın, inşallah gələcəkdə ola bilər. İndi o məsləhətləşərik, ola bilər 56 keçərik. Onu danışarıq, ola bilər. O çünküyə görə, yəni bunu itirəcək bir şey yoxdur. Ora keçsə bir şey deyim. Nə dedik ki, bunlar narahat olacaq. Libiteldə İslam Maxaçuk bu hərəkət edə bilər. Həqiqətən də onun haqqında intervyu da vermək olar ki, müsahibə vermək olar ki, bu buna görə dəyişir. Yəni burada rəqibi yoxdur, həqiqətən də keçir olar. Çünki ən yaxşıları odur. Onun şans elə demək olar. Əlbəttə ki, demək olur ki, sən keçirsən ora həvəskarlarda həmin məsələni həll etmək olar. Bu maraqlıdır. Hətta elə buradan dedik ki, deməli
Nərmin ola bilsin ki, çəksin, deməli yuxarı çəkiyə qaldırır, bir çəkidə yuxarı qaldırır, Səbəb çünki odur. bunları hiss eləmir. Səbəb olyan tırpaşlıq edək. Tırpaşlıq edək. Bu idmanın qaydaları bura tirpaşlıqdır. Əlbəttə ki, sonra da ki, Nərmin Vuzroslu vuruşandan sonra mən sənə demişəm ki, Vuzroslu vuruşub dünya və Avropa ola bilər, yəni dünya çempionu olandan sonra prof həyatını fikirləşmək lazımdır. Hələ ki, nə barədə o menecerlərə qulaq asmaq lazımdır ki, uşağın yəni ki, karyerasını görmək lazımdır. Getmək lazımdır, itirəcək bir şey yoxdur. Onu iştirak etmək lazımdır, təcrübəni yığmaq lazımdır, ondan sonra prof həyata keçmək lazımdır. İnşallah uğurlar, mən səni təbrik edirəm. Komandamız adımızdan bir Ruslan müəllimə təbrik edək. Söz Natiq müəllimdə. Natiq müəllim, ümumi sənin ümumi bir baxışına, uşaqların iştirakı. Sən niyə görürsən? Sən neçə vaxtdır bu işin içindəsin? Bu idmançıların iştirakı, məsələn, burada əvvəlki illərə, bu illərə nə yerdədir? Məsələn, bu indi və təbriklərimi də eləyərsən. Buyur. Şeylər müəllim. Gəl birinci başlayaq biz yığma komandanın tərkibindən. Bir il qabaq deməli bizdə qızlarda bir dənə Avropa çempionu, bir dənə dünya üçüncüsü var idisə, bu gün bizdə dünya çempionu, Avropa çempionu var. Nəzərə alsaq ki, bir ilin içində həm dünya, həm Avropa çempionu olmaq çox çətin bir işdir. Deməli, burada hər şey başlayır məktəbdən. Məktəb haradır? Məktəb Toptimin Akademiyasıdır. Toptimin də akademiyanın rəhbərinə də bir sağ ol deyirik ki, orada idmançıların hazırlanmasında böyük iş görürlər. Yenə qayıtdı Ruslan müəllimə. Ruslan müəllimə də çox sağ ol deyirik. Təbrik edirik. Maşallah olsun. Siz deyən kimi çox böyük nəticədir. 3 qızılda müəllim. 4 qızıl. 4 qızıl, 2 gümüş, 4 qızıl, 1 gümüş, 2 bürünc. 2 bürünc. 7 medalımız var. Yəni, bilirsən, medalların burada əyyarı dəyişir. Belə bir ki, qızıllarımız artıq. Əvvəl qızıl sayı 4, bu ciddidir. Yəni, 4 qızıl, 1 gümüş, 2 bürünc. İdarə rəhbərini təbrik edirik. İdman nazirin təbrik edirik. Bəli. Çox sağ ol deyirik Fərdi müəllimə ki, idmançılara dəstək, qayğı göstərirlər. Biz də öz sözümüzü deyirik. Bu da iştirak eləmiş. Təbrik edirəm müəllimə. Çox sağ ol. Sağ ol. Sağ olun. İdmançılar, söz nəsə bilin. Necə iştirak elədir? Məsələn, birinci dəfə də IMAF-da iştirak edirsən. Bəli, Məndən təəssürat verdi. IMAF sənə, bax, belə deyim də, bu şəkil sənə nə verdi? Misal üçün, sən bunu necə gördün? Bura gəlmək lazımdırmı, lazım deyilmi? Bu belə fikirlərin də. həqiqətən Və öz döyüş haqqında da ki, yəni, sənə finala getmə şansların var idi mi? Bu haqda da danışa bilərsən. əslində həqiqətən hazırlığımız çox yaxşı keçmişdi. Həm Azərbaycanda, həm Taylandda çox ciddi yanaşırdım yarışa. Sadəcə ringin çölündə olan o yarış təcrübəsizliyimə görə belə deyək, məğlub oldum, amma həqiqətən çox yaxşıdır mənim üçün bu yarışlarda iştirak etmək. Çünki bizim bildiyimiz və yaxud da gördüyümüz əksər professional yarışlardan daha professionalca keçirilir. Çox üst səviyyədədir həqiqətən yarışlar. Hələ final mərhələsi həqiqətən çox üstün səviyyədədir. Bundan sonra inşallah yenə davamlı şəkildə çalışacağıq, iştirak eləyək. Çünki buranın yəni bizə qazandırdıqları təcrübə medal olsa da, olmasa da həqiqətən çox önəmlidir. Bizim professional karyeramızda bunun yəni hiss olunacaq ki, bu uşaq, bu idmançı keçmişdə bu arenaları görübdür, o təcrübəni qazanıbdır. Bizim də burada ən böyük qazancımız dediyim kimi təcrübədir. Mənim üçün çox yaxşı keçdi, çox maraqlı oldu həqiqətən. Onu hiss elədim o ringi. İnşallah bundan sonra daha da yaxşı olacaq. İnşallah gələcəkdə medallardan birində mən gətirəcəm Allahın izni ilə. İnşallah. Özü təqdim elə, özünü təqdim et, adı deyin. Mən Qabil Əlizadə, adım Qabil Əlizadədir. Bir baxıyor, mikrofon düzgün tutulur. Mikrofon buradadır. Mənim adım Qabil Əlizadədir. İlk rəqibim Ukrayna rəqibi idi. Ciddi rəqibi idi. İMAF-da belə deyərdim ki, 27 vini var idi, 13-sə məğlubiyyəti var idi. Yəni, mənim üçün çox çətin döyüş oldu. Ona baxmayaraq birinci round rəqibi nakavt elədim. Yəni, onu nakavt eləyəndən sonra mənim uçmam, ikinci kurgu uçmam səbəbi var. Səbəbi də rəqibi çox boş gördü. Yəni, mən birinci çətin rəqibim, ən çətin rəqibim Ukrayna idi ki, 27 bini vardı, onun üçün məğlubiyyəti vardı. Deyim ki, onu utsam, Ukraynanı utsam, necə deyim ki, İngiltərəni hiss eləməyəcəm. Yəni, öz sərfimə də ikinci qrupda utsum. Amma inşallah inanıram ki, dünya çempionatında öz sözümü deyib və finala qədər gələcəm inanıram.
İnşallah. Benim bunu diyebilirim ki İngiltere'de idmançı finala kadar geldi ama alınmadı. Yani Ona görə gəlinir ki, alınıb biz onda. Harısı İnşallah yani dünyada inanıram ki İnşallah uğurlar. Əlbəttə ki, Çempion. həvəsdən düşmək lazım deyil. Çox gözəl qeyd elədi ki, yəni bu sizin üçün bir təcrübədir. Siz bu yolu keçirsiniz, bu sizin üçün bir təcrübədir. Və çox sağ ol. Ağsaqqallar da İlham. Bir kəlmə danış görək. Bizim Avropa çempionları sözü var mənim. Verəcək, hamısına verəcək. Hamısı uşaqlar bilsin. Hə. Nətərdir bu yarış, necə xoşuma gəldi yoxsa yox? Əla yarışdı mənim. İnşallah uduzdum, inşallah gələn səfər. Göstər, inşallah. 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 Sən Yaxşı hazırlaşmışıq, yaxşı çalışdığım qədər hazırlaşmaq da inşallah. lazımdır bundan sonra ki, nailiyyət əldə edəsən. İnşallah. Uduzanların günahı hamısı müəllimlərindir. Hər kəsin uduzan tələbələr müəllimləridir. Deyir o, tələbə udur, uduzanda müəllim udur. Yadında saxla. Ben Ələkbərə. Ələkbər də bir dəfə keçən Avropa çempionudur. Bu iki Avropa çempionatından haqda bir Ələkbərlə maraqlıdır. Çünki çox adamlar sənin üçün maraqlıdır ki, necə keçir? Nə baş verdi? Yarış haqqında prosto yəni nəsə bəhanə gətirmək lazım deyil, uduzdum. Amma yəni burada qurtarmır da bu. Yəni məşq eləyirik, davam eləyirik. Yaxşı olacaq inşallah. Qızıl medala söz verdi. Söz, onsuz da söz qızıl da, başqa heç nə. Gümüş də yox. Yox, gümüş medal deyil. Qızıl. Medal deyil. Buyur Tahir. Aha. Tahir, AK 74. 74 değil. AK orada da, o kırığında elədi ama indi bu. AKBS. Bu. Yarışa mən çox yaxşı hazırlaşmışdım. Tahir mən çalışdım. Tahir yaxşı başladı. Qəşəng başladım. Tahirə mən zallara dedim. Yəni Tahir bu yarışa az qalmış gəldi, qoşuldu bir bağlı. Tahir həqiqətən mən bunu görmüşəm. Mən Etiram müəllim bunu biz IMAF-ı birinci yarışını çıxardanda mən orada gördüm, çox xoşuma gəldi. Ələkbərlə düşünmüşəm, dedim bu uşaq yaxşı uşaqdır. Bu uşaqdan müğayət olmalı. Birinci Respublika. Orada mən bunu görmüşdüm. Mən dedim bu çox yaxşı uşaqdır. Bu uşağı qorumaq, yəni bunu işlətmək lazım. Bu sonra biraz gec qoşuldu. İndi gec qoşuldu və özü də bilir ki, o dediklərimiz kimi uşaqlar. Onlar siz o partner istəyirmə, bütün situasiyalara siz düşə bilərsiniz. Əgər o vəziyyətdən sən verməsəydin, o Fransız idi, o deyəsə, Fransız idi, yoxsa İngilis idi? İngilis sərbəst keçəcəkdi. Yəni, bir dənə vəziyyəti verməsə İngilis keçəcəkdi, buyur özü danışdırdı. Bir də əlbəttə onu demək lazımdır ki, bəli, bu eyni zamanda Tahir'in, yəni ki, biz geç, o da federasiyanın, belə deyək ki, bizim səhvimizdir, iki mən qarşıq ki, biz orada qeydiyyatda ödənişi gecikdirdiyimizə görə Tahir gənc olduğuna görə Tahir böyüklər arasında düşmüşdü. Bunu, bəli, gənclərin qeydiyyat tutarmışdı, onu kişilərə salmışlar. Buyur. İnşallah daha yaxşı hazırlaşmaq lazımdır. Dünya çempionatına yüksək səviyyədə gedəcək. İnşallah. Uğurlar. İnşallah. Gücü. Niyə ki, yaşlı olur? Əfsudur. Ev yox, məcbur necə? 21 kişi olacaq ki, kişilərlə maçacaq da. Çox. Mənə elə gəlir ki, ümumi də götürə bilərik. Hamısı təbrik edir. Ümumi komandalar haqqında da məlumat verəcəyik. Yəni, qonağımıza verək, amma qonaqla ümumi yaxşı qonağa belə bir sual verə bilərik ki, qonaq İmam haqqında fikri. Bu turnirdə birinci dəfədir gəlib baxırsan. Necə keçdi? Yəni tamaşaçı kimi sən bunu necə təsəvvür edirsən? Məsələn, Azərbaycan bizim bura gəlməyimizə dəyərmi, yoxsa yanına vaxt itirməyə, yəni bir mütəxəssis kimi? Estağfurullah. Mən birinci səfər gəldim, baxdım mənim yarışa, amma çox xoşuma gəldi, yəni yüksək səviyyədə keçilirdi, istəyir, yəni yarış öncəsi olsun, hazırlıq olsun ora kimi, yəni çıxarış. İdmançıların səviyyəsi çox yüksək idi, yəni bizim idmançılar da çox yaxşı nəticələr verirlər, yəni baxdım, çox xoşuma gəldi. Özüm də İMAF-ı vuruşmağı fikirləşirəm. Həqiqətən bu, deməli, grepplingsən, sən grepplinglə məşğul olsan, indi keçmək istəyir, bir MMA fikirləşirəm. Həqiqətən də ki, IMAF-a gəlmək lazımdır, iştirak eləmək lazım. IMAF superdir. O plaşatkanı bıraxmaq olmaz. Çünki o plaşatkanı sizə verdiyi, onu itirmək olmaz. Yəni o ki, o vazmoşda sizə verir, onu itirmək olmaz. Ondan istifadə edin. Tarih kimi yaşınız gedəcək, qocalacaqsınız. Sonra bıraxarsın. Oldu, çox sağ olun. Başqa söz olan. Artıq mən bir də sözün mənə bax.
Bir iki kəlmə mən varsa deyim. Mən ölkədəki müəllimlərə, bir də gənclərə demək istəyirəm ki, Sənin fikrincə, o başqa komandalar necədir görür? Kəsəbə məsələn biz kimin bizimizdən açılır. Məsəl üçün hələ öz məşqçisi ilə gəlirlər. Bir komanda deməli orada komanda var. Hər kəs öz məşqçisi ilə gəlir. Yəni məşqçilər gəlməlidir o küçdə. Həqiqətən həm bizə də güc düşməsin. Həm də məşqçilər də gəlib işləməlidir. Onlar uşaqların daha yaxşı bilirlər ki, uşaqlar necə işləyir, necə durur, necə işləyir, nə edir, daha yaxşı bilirlər. Abi çatdıq eləmi? Çatmışıq. Danışılanca çıxar. Hadi. Buyur. Böyle qaldığımız atölyelər, idmançıların. Aha, gəl. Çəkə natik müəllimdən mənə gedir. Külfət də gəlsin. Müəllim, orada bildirməkdə lazımdır ki, deməli, gör yarışın nə qədər ciddi iş aparırlar, idarə heyət. Deməli, orada həkimlər nəzarət edir. Bizdə bir dənə idmançının qolunda yara olduğuna görə, dəmirlik olduğuna görə. O idmançını uzaqlaşdırdılar. Bəli, balacalarda olur. Bəli, balacalarda. Ona görə biz ölkədə deyirik ki, bu işlərə ciddi nəzarət eləmək lazımdır. Bütün idmançılar həkim komissiyasından keçməlidir. Deyirsən, gəl burada yekunlaşdıraq, orada davam edərik. Oldu müəllim. Burada hər kəsə deməli, bizi izləyin, bizdən qalan, daha da indi çalışacaq ki, oteldə də ola bilsin ki, sabahların müddət çıxmamışdan bir dənə yaxşı danışarıq. Oldu, restoranda da demişəm, müəllim, stol açıblar. Stol açıblar, ha. 20 nəfər üçün. Oldu, çox sağ ol. Demişəm, çempiona görə.